Test 4 Galata çemberde açıların yani çətin suallar da var, asan suallar da var. İndi uşaqlar kim hansılarını ev tapşırığında mən dənə-dənə eləyəcəm, bir yerdə müzakirə eləyək. Birinci sual. Kim eləyibsə desin. Eləyən var mı birinci sualı? Hı. Burada hətta paralellik var. Düzdür? Biraz daha da böyüdüm. Aha, necə? AB ilə CO'nun paralelliyi də var. Aha, buyur de. Niye? Paralel çarpaz bu şekilde. Düzdür mü? Hı hı, sonra bir dakika. BC'ni birləşdirirəm deyirsən, düzdür mü? Sonra A10'u birləşdirəcəm deyirsən. Aha, radiuslar oldu. Bir saniye. Aha, burada radiuslar oldu. Hı hı. 24 sonunda burada 24 olur, düzdür? Onda radiuslar olduğuna göre 48 olduğuna göre 48 olur, düzdür mü? Hı hı. Yazmış olur. Yazın dene hamısını həll eləyəcəm. İkinci sual. Rengini değişim. Hı hı. İkinci sual. Əbdülsəid necə eləyərik bunu? Yo, toplam olanda ne olur daha uşaqlar? Cəmi 180 olur. 180'den 44'ü çıxan neçə edir? 136. 52 ise karşısı ne olur? 104. İndi 360 tam uzaq olduğuna göre çıx ki, nə adı elə? 136, 104. 240. Geriyə qaldı nə? 120, 60. Çox savadlı oğlan. Yazın kitabınızda uşaqlar. İnanmıram elə. Çemberde açı uşaqlar. Geometrinin en kolay bölümüdür. En asan bölümü. Buna ait yani yorucu suallar olabilir ama çok da şey olmuyor. Keçirəm. Yazdınız da yəqin ki. İlyas yazdın. Növbəti sual. Üçüncü sual. Xədicə necə eləyərik? Bəli, fisil. Toplayanda hamısının cəmini 7, 9, 12x bərabərdir. Neçəyə? 360-a. X niyə bərabərdir? 30-a. 3 30 olanda 60, 30 da 4'e vuranda 120. 120 ise 60 gələndə 80, 2'ye 180, 2'ye bölən neçə elədi? 90 dərəcə. Yazın. Adil yaz. Toplayıb 2'ye bölürdü. Kural var idi. Düzü keçəlim. Aha. Növbəti sualı keçirəm icazənizlə. Adam deyər buyurun müəllim. Hı -hı. Növbəti sual ne olur? 4. İlyan var mı? De. Burada 18 de var ya. Ha? Hani o BC'yi? Ha, burası 18'dir. Aha. 36. Bura bir dənə A deyirəm əvvəlcə, düzdür? Hələsinə bir deyək, qoy mən də yazım. Aha. Hə, açıq bucaq 180 olduğuna görəm. 86, 36, BC-yə nə qədər qalır? 58. Oranın da yarısı olduğuna göre 29 yazın qəşəng. Arasına başımın de. Növbəti sual olmuş 5-ci sual. Yazan var. Ayşegül yazmışsan mı? Abdülsəid yazmışsınız? Yazmamışsınız. Çok asan sual. 53'ün karşısı ne olar?
Tələsmə. Ha, YC oldu neçə? 106. İndi bura 106'dırsa, 180'dan 106'nın çıxanda neçə olur? 74. 74, 74. Elədi neçə? 148. 32. İndi biz də keçmişik ki, x-i tapanda 74'ten 32'ni çıxıb neyinlə? 2'yə bölürəm. 42'ni 2'yə böləndə nə eləyir? 21 eləyir. Yəni D bəndi. Yazdınız? Yazdın Xədicə? Əbdülsəd yazdın mı? 6. 6 maraqlı sualdır. D adilliyi necə eləyərik? Asan tutuldu. 90 üstü qabağa nə olur? 180, ay sağ ol. 360'dan 180'in çıxanda eləyir. 180 arasında düşür nə? 90, 90. Biz də demişdik ki, böyük göstərən kiçik göstər çıxıb 2'yə böləndə halal olsun adil. Bəli. Yazın. Bu neçən sual idi? 6 olar.